Şəbəkələrə baxıram, görürəm ki, tatlı səsi bastırırlar. Sonra da siz deyirsiniz ki, ölməyim. Mən yazdım, bax, Sərdar Ortancı da o gün qabağıma çıxdı, aparırdılar. Sonra dedim, ay Allah. Sonra gətirdilər. Sonra da gətirdilər. İndi mən də baxıram, sonra gündəm oluram. Neyini mən yazdım? Tam səmimi deyil. Hə. O xəbəri mən də görmüşdüm ki, İbrahim Tatlıses'dən acı xəbər və tam səmimi deyil. Gecə saat 12'nin yarısıydı. Mən gələdim Aytaca, dedim bu dəqiqə sənə bilet alıram, uçursan İstanbul'a. Vallahi tam səmimi deyil. Amma çox uzun müddət bundan öncəydi də. Yəni bir sizin o İbrahim ölməsəydi ondan oxuyardım deməyinizdən bir 20 gün qabaq idi bəlkə də. Hə, dedim ki, uçursan ora, bir ay olar. Dedim uçursan ora və orada, o dəfn mərasimində iştirak eləməyini, hətta alınsa canlı bağlantı eləməyini istəyirəm. Çünki İbrahim Tatlıses doğrudan çox dev bir sənətkar idi və sənətkardır da. Və onun bu